Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allaha sonsuz salih şükürler olsun ki Rəbbimiz müvəffəq eləyib. Yəni nə qədər şükür eləsək bu nemətə söz ki, bunun şükürünü ödeyə bilmərik. Görün, yəni hansı günlərdəyik və haradayıq. Bu sözsüz ki, Allahdandır. Bəli, Allah subhanahu ta'ala müvəffəqiyyəti ilədir. Yəni şükürdə necə olmalıdır qardaşlar? Yəni, şükür necə bilirsiniz ki, elə dilində dedin olmur da elə. Yəni, nə eləməlisin? Əməldə eləməlisin. Əməlləri artırmalıyıq. Bu da ki, böyük bir fürsətdir. İnsanın dəyişməsi üçün. Tamamilə. Yəni, nə eləməliyik? Çalışmalıyıq. Biz, Allah qorusun, hər birimiz günaha düşə bilərik. Hətta tövbə elədiyimiz bir şeydən təzdən qayıda bilərsin oraya, Allah qorusun. Amma insan tövbə eləyən necə tövbə eləməlidir? Yəni, o tövbənin qəbul olması üçün və tövbə sayılması üçün necə olmalıdır? Yəni, sən o tövbəyə bir daha qayıtmamaqla qərarlı olmalısan. Əgər qəlbində bir qram belə çəksə ki, hansısa bir fürsət olsa, mən o günaha qayıdacam, artıq bu tövbə sayılmır. Belə biraz belə fikirləşsən ki, qayıdaram və sonra yenə tövbə eləyərəm. Artıq bu tövbə sayılmır. Amma sən Allah qorusun, elə bir tövbə elədin ki, yəqinliklə bir daha bu tövbəyə qayıtmaram və bir daha bu günaha düşsən Allah qorusun, yenə tövbə eləysən, sözsüz ki. Bizim amma qərarlı olmalıdır tövbə. Bu da əlhəmdülillah, şükürlər olsun Rəbbimizə ki, biz haradayıq? Artıq buradayıq və ömrəmizi bitirmişik və gözləyirik həcc günlərimizi. Və o həcc günlər üçün nə etməliyik? Çoxlu istiğfarlar diləməliyik Allahdan. Elə təmizləyərək girməyə ola. İnsan özünü yaxşı bilir. Hansı günahlar eləyir? Hansı onun naqislikləri var? Harada boşluqları var? Düzdürmü? Və nə etməlidir insan? Yəni, o boşluqları çalışmalı doldurmağa və o naqislikləri yerini xeyir işlərlə doldurmaq və hansısa bir günahlar varsa bildiyi, nə etməlidir? Tövbə eləməlidir. Elə tövbə ki, o günaha bir daha qayıtmamaqla. Və budur, əsl bax, bura gəlib, Allahın izni ilə, necə ki, qeyd eləmişdik və insanın ibadətinin qəbul olması üçün necə bilə bilər ki, insan insanın ibadəti qəbul olub və yaxud da olmayıb. Onun həcci qəbul olub və yaxud da olmayıb. O ibadətdən sonra Allah subhanahu ta'ala onu nə ilə məşğul edir? Bəli. Əgər sən xeyrə yönəlirsənsə, dəyişirsənsə artıq, inşallah Allahın izni ilə bil ki, sənin ibadətin qəbul olubdur. Yox, qayıdırsan, o günahlar üzərindəsənsə, elə günahın üstünə günah artırırsansa, bil sənin ibadətin harasa buraxdın, getdi, Allah qorusun. Bununla da biz hökm vermirik ki, məsələn, Allah qorusun, Allah sığınır bu şeydən. Amma biz nə etməliyik? Biz buna çalışmalıyıq. Biz nələ kim üçünsə də eləmirik buna. Kimsə bizi görürsün ki, biz dəyişdik, görürsən. Yox, sağdır, amma bu budur. Sən dəyişilməlisən. Necə ola bilər ki, sən gələsən bu boyutda yerə, harama, bu boyutda nimətləri görəsən, bu boyutda ibadət eləyəsən, bu boyutda məşəqqətlərdən keçəsən və sonra gizəsən elə, necə varın elə də qalasan. Olası bir şey deyil bu. Dəyişilməlisən, baxmalısan birinci özünə. Harada sənin Allahın əmirlərinə ziddiyyət, buraxdığın şeylər var idi, qadağa qoyduqların, hansıları sən eləyirdin və yaxud da sonra keçsən sünnəyə, yəni Allah Rasulü s.ə.v elədiyi şeylər, hansıları buraxırsan, hansıları və yaxud da hansıları ki, Allah Rasulü s.ə.v bizə qadağa eləyib, onları eləyirsən və sonra nə edirsən? Özünü düzəldəndən sonra Allahın izni ilə Allahla öz rabitəni düzəldəndən sonra sənin artıq sözün keçəcəkdir. Hala keçəcəkdir? Aləndə birinci. Belə də sözümüz keçirir. Bəzi insanlar onu başqa cürə qəbul edir. Misal, ola bilər. Necə keçmir sözüm keçir. Yox, heç kim də qarlaşdır, heç kim nə də şübhələnmir. Hər birimiz. Amma söhbət ondan gedir ki, o dediyin sözün faydası olurmu, olmurmu? Yalnız səni görəndə eləyirmi? Məsələn, övladın və sən ondan ayrı olanda eləmir. Budur söhbət.
O da dediyin şeyin bərəkəti olması üçün birinci haradan başlayacağıq? Özümüzdən. Özümüz düzəlməliyik. Özümüzü düzəltməliyik. Harada naqisliklərimiz var, harada boşluqlarımız var. Nə edirik? Hansı günahlar eləyirik? Cəmiyyətə çıxanda, çölə çıxanda, insanlar arasında olanda. Bunların hamısını nə edəcəksən? Fikirləşib, burada elə qoyub gedəcəksən onları. Və Allahın iznilə gedəcəksən və dəyişiləcəksən. Burada dəyişilməyə başlayacaqsan, dəyişiləcəksən. Və Allahın iznilə inşallah o ibadətdən sonra sən təmizlənəcəksən. Necə ola bilər ki, o təmizlənəndən sonra nə bilirsən, bir daha gələ bilərsən, gələnməyəcəksən. Necə olacaq, o təmizlənəndən sonra təzdən gelib o günahlara qaydacaqsan? Əlbəttə ki, yox. Və həmçində bu bir fürsətdir, böyük. Bilmirik də ki, bu səfərdən sonra nə qədər yaşayacaq. Onun üçün necəyib, bu ibadəti birincisi çalışacaq, Allahın iznilə kamil şəkildə eləmək. Allah Rasulü s.ə.v-i necə eləyibsə elə. Düzdür? Və sonra isə onu qorumaq. Qorumaq. Qorumaq, qorusaq Allahın izni ilə görəcəyik dəyişiklikləri. Hər bir şeyimizdə. İstəyir ruzi olsun. Yəni, ruzi təhsil qarşıdır, pulla olmur ki. İnsan ol bilsin ki, bir qapı açılsın ona. Elm qapısı. Ol bilsin, nə bilim, övlad qapısı açılsın. Saydıqsan, yəni qutaramaz Allah bizə verdiyi ruzilər. Heç də hər bir şey Allahındır. Və ya da o bilsin, insanın hansısa bir xəstəliyi var, o çıxsın ondan. Və ya da hansısa bir yaxını var idi, xəstə idi, o düzəlsin. Və s. Və burada olduğu sahada onsuz da biz zaten səfərdəyik. Düzdürmü? Duaları əskitməyin. Duaları çox eləyin. İstəyin Allahdan. Özümüz üçün, övladlarımız üçün, millətimiz üçün, xalqımız üçün, başçımız üçün və s. əmin-amanlığımız üçün, hər şey istəyin qardaşlar. Və necə bilirsiniz ki, təsəvvür etsən bir xalq üçün istəyirsən, düzdürmü? O xalqa görə sənə, hər birinə görə sənə yazılır. Çünki sən onların hidayət olmasını istəyən Allahdan, onların doğru yola yönətməyini Allahdan istəyirsən, düzdürmü? Və yaxud da ki, ölkənin sabitliyiniz, bu hamısı yəni elə belə deyil. Bunların hamısını vallahi görəcəyik. Allah üçün olan şey mümkün deyil ki, elə belə hədəli geçsin. Mümküniyyət yoxdur. Və birincisi, tövsiyə odur nədir? Tövbələr eləmək. Bu həccə kimi artıq Allahın izni ilə təmizlənmək. O niyyətdən ki, o şeylər bir də qayıtmayacaq. Çünki bizə verilən vaxtdır, bilmirik nə vaxt bitəcəkdir. İkinci odur, sonra o tövbənin üzərində sadiq olmaq. Düzdürmü? Və təmizlənmək. Və sonra qaydandan sonra da Allahın izni ilə nə eləmək? Özümüzü, üzərimizə işləmək, yenə davam eləmək və sonra birinci öz yaxınlarımızdan, sonra isə verənsinə. Çünki qardaşlar, bu din necədir? Bu din kamildir. Mümkündür ki, bu dini kimsə söndürsün, nurdur. Mümküniyyət yoxdur. Bu din kamildir və bu dini qiyamətə kimi heç kim söndürə bilməyəcək. Mümküniyyət yoxdur. Saz olaraq yaxşı, bizim çalışmamız, biz saz olaraq çalışmamızla biz özümüz hardayıq o dində. Hardayıq, yəni ki, neynirik onun üçün və bu ona baxmalıyıq biz. Hər birimiz deyə bilmərsən ki, sən məsəl üçün, mən qardaş tələbə deyiləm ki, mən alim deyiləm ki, yox qardaş, sən özünə görə dəvətçisən. Necə ola bilər ki, sən bilirsən haqqı, belə əməlliysən, artıq sənin üzərində vacibdir ki, onu çatdırasan. Öz ətrafına, öz yaxınlara, düzdürmü? Şərt deyil ki, elə ancaq məsələn, danışasan belə, yığasan. Yox, hər birimizin üzərinə vacibdir. Və bunların hamısını da artırmaq lazım. Artırdıqca Allah s.ə. nemətlərini artıracaqdır. Və xüsusən də qardaşlar, bu günlər hamısında dualar eləmək və xüsusən də Arafa günü, yəni Arafa gününə diqqət eləmək. Çox böyük diqqət eləmək. Çünki Arafa həcc Allah Rasul s.ə.v adlandırıbdır. Yəni, bəyəm həccin başqa rukunları yoxdur, var. Onun nə dərəcədə əzəmətliyinə dəalət edir. Şeytanın ən sevmədiyi gündür, Allah subhanətənin ən sevdiyi gün. Bizim şeytanın ən sevmədiyi gündür. Çünki Allah subhanətə o günlərin neçə insanları bağışlayır. Mələklərin çox enməsi. Hər vaxt enir mələk, amma o günlərin xüsusən çox olur. Hətta Cəbrail əleyhissalam belə enir o günlərim. Ona görə bu gündən istifadə edəcəyik.
Getdin, əlhəmdülillah, nə necəsin? Qardaşdır, canımızdır, ziyarımızdır, hər birimiz. Düzüm, nə necəsin? Əlhəmdülillah, görüşəcəyik. Nə ayrıl, çalış, aralan, tək ol və qırağa dur, nə ibadətlə məşğul ol, dua elə, dayanma, yorulma. Əlhəmdülillah, bir neçə saatdır da bitəcəkdir. Belə qardaşlar, Allah daha doğrusunu bilir. Yəni, inşallah Allah müvəffəq eləyərsə, inşallah bu davamiyyətli eləyərik həc günlərinə kimi. Yəni, Allah subhanətən diləyirəm ki, hər birimizə məqbul həc nəsib eləsin. Allah subhanətən bizim günahlarımızı bağışlasın, tövbələrimizi qəbul eləsin. Allahdan diləyirəm ki, bu mübarək yerlərdə elə, bu mübarək günlərdə dua edirəm ki, Rəbbimiz bizim başçımızı qorusun və ona düzgün qərarlar verməkdə kömək olsun. Və Allah subhanətən kimlər ki, ona və bizim ölkəmizə, xalqımıza hilə vurursa, Allah subhanətən özü onun qarşısını alsın. Allah daha doğrusunu bilir və həmçinin də Rəbbimizdən diləyirəm ki, bizim xalqımıza, millətimizə hidayət versin. Kimlər ki, xəstədir, onlara şəfa versin. Sıxıntılı olanlara kömək olsun. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.